Vaqif müəllim böyük insandır. Vaqif müəllim teatrı sevən insandır. Vaqif müəllim bizim qəlbimizdə həmişə yaşayacaq və nə qədər ki Füzuli var, nə qədər ki Füzulilər var, şəxsən sizin hər birinizin borcudur ki, onun elədiklərini unutmayasınız. Çünki onun qurub yaratdığı teatr sizə, sizdən əvvəlkilərə və sizdən sonrakilərə də xidmət edir. Və biz bu teatrı qoruyub saxlamalıyıq. Onun ruhu həmişə şad olmalıdır və inanıram ki, bundan sonra da Vaqif müəllimin adı gələndə yalnız xoş xatirələr yadımızda qalacaq. Vaqif müəllim teatrı çox sevirdi və həyatdır, belə oldu. Və mən sabah başqa bir teatrda olsam belə, mənim üçün əbədi xatirəmə, yaddaşıma həkk olacaq bir teatr rəhbəri var. Vaqif Vəliyev. Çünki o rejissorla dil tapmağı bacarırdı, rejissorun arzularını, yaradıcı heyətin yaradıcı arzularını həyata keçirtməyi bacarırdı. Allah rəhmət eləsin. Allah onun əzizlərinə səbir versin, doğmalarına səbir versin. Özünün istədiyi kimi bir neçə gün bundan əvvəl biz telefonda görüntülü danışdıq, mən arzuladım. Dedi ki, məni görən kimi, Nicat, sağ qurban ol. Başqa bir söz deyə bilmirəm. Çünki nə qədər söz desən də Vaqif müəllimin zəhmətini, varlığını tam mahiyyəti ilə aça bilmir. Vaqif müəllim nəhəng insandır. Ağır günlərimiz də olub, acılı günlərimiz də olub, ac vaxtlarımız da olub, susuz vaxtlarımız da olub. Ancaq bu teatrı heç kimə qurban verməmişik. Əziyyət çəkə-çəkə gətirib çatmışıq bura. İndi sizindir. Ay cavanlar, bu teatrı yaşadın. Sizə qurban olun, bu teatrı yaşadın. Onun naminə yaşadın. Bir daha deyirəm, adam söz deyə bilmir. Allah qəni-qəni rəhmət etsin, var edin. Qəbrin nurla olsun, qardaş. Amin. Baş əylə babamı. Kimi qəbul elədiniz. Mənə inandınız, mənə güvəndiniz. Mən də sizə Vaqif müəllimin yanında son dəfə söz verirəm. Heç vaxt güvəninizi qırmayacağım. Neçə ki, buradayam, müəllimdən gələn hər şeyin ən yaxşısını eləyəcəm. Allah rəhmət eləsin. Başınız sağ olsun.